Meyxana əslində nədir? Siz elə düşünürsünüz ki, meyxana sadəcə söz yarışıdır. Çox yanılırsınız. Bu gün Bakı kəndlərində eşitdiyiniz, bəzən sadə bir söz oyunu kimi baxdığınız meyxananın kökünün bəşəriyyətin yaradılışı ilə bağlı olan qədim Misir fəlsəfəsinə, Babil qülləsinə və bəşəriyyətin ilk vahid dilinə dayandığını desəm, inanarsınızmı? Bugün meyxana dediyimiz janr əslində qədim dövrlərin ən böyük sirrini, kamil insanın yaradılışını və ilahi idrak kodlarını daşıyır. Araşdırmalar göstərir ki, bədahətən söz demək yarışı tək bizdə olmamışdır. Deyilənə görə İranın şah saraylarında belə yarışmalar keçirilirmiş. Klassik ərəb ədəbiyyatında meyxanaya bənzər janr münazirə adlanır. Kipirdə buna Tsiatista, 15-ci əsr baskılarında Bertsolaritsa, Skandinaviya və Şotlandiyada isə flayting, yəni şeirlə duel deyilirdi. Lakin mənbələrə görə burada məşhur Beowulf dastanı qəhrəmanlarının söz döyüşündə tərəflər kimi təqlidi onu göstərir ki, bu sadəcə söz yarışması deyil. Şairlərin Allahla, yaradılışla bağlı sirləri bilməsinin sözlə mübahisəsidir. Bu isə artıq sufi məntiqi ilə, yəni ilk insanların kamil səfa dili ilə bağlıdır. Sufi məntiqinə görə iki növ insan yaradılmışdır ki, bunlar da göy və yer insanıdır. Onlar üçün də yazıların iki mənası. Yer insanlara üçün hərfi, yəni zahiri, göy insanları üçün isə batini mənaları var. Şairlər sual-cavab vasitəsilə özünün kamil göy insanı, rəqibinin isə cahil yer insanı olmasını sübut etməyə çalışırdı. Misal üçün, Nəsiminin Nədir qəzəlinə nəzər salaq. 9 ata, 7 ana, 4 dayədən ver xəbər. Du caharu, pəncü şeşin, saqi binası nədir? 7 yer gök, 7 dərya, 7 ayət, 7 xət, 7 müshəf musaya, üçün 7 beyzası nədir? Bu bağlamanın cavabında qarşı tərəf şeirlə 4 ünsürdən 7 zaman surəsində 9 hissədən ibarət ilahdan yaradılmış el, yəni el ilah haqqında izah verməli, Allahın böyüklüyünü təsvir etməli idi. Bənzər suallar Aşıq Ələsgərin bağlamalarında da qeyd olunur. Yerin, göyün, ərşin, kürsün, insanın künhü, bünövrəsi ay nədən oldu? Yeri göydən, göyü yerdən kim seçdi? Hikmətin dəryası ay nədən oldu? Bunun cavabında da tərəf müqabili axirətdə gələcək Mehdinin rəmzləri haqqında şeirlə xəbər verməli və bundan sonra insaniyyəti gözləyən qızıl əsrdən danışmalı idi. Başqa sözlə, qədimdə meyxana aşıq değişməsi kimi insanlara yaradılışın qədim sirlərini çatdırırdı. Meyxana sözü özü içki evi yox, batini mənada iki dünyanın əhli sayılan göy insanlarının, yəni bir bəklərin məclisi demək idi. Bu janrın Bakıda qorunması da təsadüfi deyildir. Sufizmdə Bakı sözü bəqa fazasında, ilahla vəhdətdə olanlar mənasında Allahın seçilmişləri olan Seyid bəklərə aid rəmzdir. Təəssüf ki, bugünkü meyxana öz ali mahiyyətini itirərək çıtraxuda səviyyəsinə, yəni əsl meyxananın məsxərəsinə çevrilmişdir. Bugün təkcə meyxana deyil, dünyada və cəmiyyətdə olan hər bir dəyər öz əsl mahiyyətindən, mənasından uzaqlaşıb dırızlaşmışdır. Bəşəriyyətin yaradılışı ən kamil sufi fəlsəfəsinin tərənnümü ilə bağlı olan meyxana janrı isə az qala söyüş, təhqir səviyyəli bir değişməyə çevrilmişdir. Meyxananın əsl mahiyyəti haqqında daha ətraflı məlumatlara sahib olmaq istəyirsinizsə, internet səhifəmdəki Sufi məntiqində Meyxana səviyyəsi adlı məqaləmi oxuya bilərsiniz.